Hamıya salam. Bugün 10 may Dimin keçirdi. 3-cü qruplar üzrə ədəbiyyat suallarını təhlil edək, onları nəzərdən keçirək. Hansısa bir mövzuda çətinliyiniz varsa, əgər hansısa bir mövzunu daha yaxşı bilmirsinizsə, zəhmət olmasa yorumlara qeyd edərsiniz. Mən o dərsin təhlilini sizə çəkib sizin üçün paylaşıram. Başlayaq 31-ci sualdan. Səməd Vurğunun Vaqif pyesindəki Vaqif obrazı ilə bağlı yanlış fikirlər müəyyən edin. Bizdən yanlış fikir istəyir. İbrahim xanı zalımlıqda xalqla ədalətsiz rəftar etməklə günahlandırır. Bu doğrudur. Xuramanın xəyanəti onu sarsıtsa da Əli bəyin Xuramanı cəzalandırılmasına icazə vermir. Bu da doğrudur. Qacarla görüşünü onu məthiyə yazmaq təklifini qəbul etmir. Ümumiyyətlə məthiyə yazmaq belə bir şey yox idi, yəni. Qacarın törətdiyi vəhşiliklərə etirazını bildirmək üçün onun qurduğu məclisə gəlir. Bu da səhvdir. Qurduğu məclis gəlmirdi. İbrahim xanla münaqişənin əsasında onların xalqa fərqli münasibəti durur. Doğrudur. Xarakter açılmasında Xuraman obrazının da rolu vardır. Doğrudur. Cavab olacaqdır 3, 4. C variantı. Rəsul Ruzanın bir çox poemalarını birləşdirən cəhətlər sırasına verilə bilməz. O taylı bu taylı Azərbaycanın birliyi və azadlığı elə birinci budur. Belə bir şey yazmamışdı. Yaradıcı şəxsiyyətlərin ölmə zamanlarını yaddaşlara dirçəlməsi bu doğrudur. Mikail Müşfiqə yazdığını nümunə göstərmək olar. İnsanın dərin məhəbbəti buna doğrudur. Ortaq soy kökünə malik türklərin ulu keçmişinin tarixi bu yanlışdır. 1, 4. C variantı olacaq cavabımız. 33-cü sual. Mirzəlalın Atıq kitab əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Vahidin ətrafdaşlara münasibəti Gəldiyev tələbəni düşməni hesab edilir. Bu düzdür. Rübabənin Gəldiyevin briqadasında qalmasını istəyir. Bu yanlışdır. Komsomol iclaslarında Verdiyevdən narazı olduğunu bildirir. Bu da yanlışdır. Ətrafdaşların Vahidə münasibəti onun institutdan qovulması xəbəri Rübabəni sarsıdır. Doğrudur. Vəzirbəyli ona böyük ümid bəsləyir. Bu da doğrudur. Polad Vahidin müsabiqədə iştirakına etiraz edir. Bu yanlışdır. Cavab olur 1, 4, 5, D variantı. Süleyman Sani Oxundovun Nürəddin əsəri ilə bağlı uyğunluğu müəyyən eləyək. İmamverdi Tanrıqulu. Deməli, övladının təhsilini görmək istəyirdi ki, bu Tanrıquluya aid idi. Tanrıqulu görmək istəyirdi. Övladın evlilik istəyinə qarşı çıxır. İmamverdi idi ki, qarşı çıxırdı. Rəhimlə eyni şəhərdə yaşayır, heç birinə aid deyil. Övladının evləndiyinin şahidi olurdu. Yenə İmamverdiyə aiddir bu. Övladın ərköyün böyüdür, Tanrıqulu. 1 olacaqdır A ilə E. 2 olacaq B ilə D. Burada cavab C-dir. Sadəcə burada E olacaqdır. C yox, E olacaqdır. O səhv düşübdür. Word-də səhv düşüb PDF-də. 65-ci sual. Euler Venn diaqramına əsasən yanlış fikirləri müəyyən edin. Yanlışı tapmalıyıq buradan. Məni candan usandırdı, badisə bu mənim dərdi dilimi. Demək, aşiq fikirlərini ardıcı olaraq sual şəklində ifadə edir. Bu ortaq cəhət olaraq götürülməlidir. Hər ikisində də çünki var. Biri 1-dir. Yəni yanlış tapmalıyıq deyə 1 ortada olmalıydı. Sufiyyənin məhəbbətin əlamətləri duyulur. Bu doğrudur, bunu çıxırıq. Şeirdə şairin özünə müraciət olunmasında müraciət obyekti var. Bəli, var. Mənə candan usandırdı da Həbibidir. Vadisəbada Vadisəbaya müraciət var. Aşıq ümidsiz deyil, sevdiyindən bir xəbər alacağına inanır. Bu yanlışdır. Lirik qəhrəman eşq yolunda çəkdiyi dərdini bəzən mübaliğəli ifadə edir. Bu da yanlışdır. Şeirdə aşıqa mane olan bədxah rəqib obrazı yaradılmışdı. Bu da yanlışdır. Cavab olur 1, 4, 5, 6 A variantı. Seyidzadənin əqrəb və çanaqlı bağa təmsilindəki əqrəb obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Pis əməlinə görə əsərin sonunda peşman olduğunu dilə gətirir. Pis əməlinə görə bu səhvdir. Dostluğun qədrini bilməyən nankör obrazdır. 1, 2-dir. Xeyirxalq və yardıma hazır olan obrazla qarşılaşır. Bəli, çanaqlı bağa ilə qarşılaşır. Ona verilən ağıllı məsləhətlərə qulaq asmır. Səhvdir. Tənbəllik və bacarıqsız təcəssüm etdirir. Bu Kərgədan əsərindədir. Cavab olur 2, 3, B. Euler Venn diaqramına əsasən Vəzirovun Müsibət Fəxrəddin faciəsindəki obrazlarla bağlı yanlış fikirləri müəyyən edin. Mahmud bəy və Şahmar bəy. Deməli, nahaq qan tökülməsinə qarşı çıxır. Nahaq qan tökülməsinə qarşı çıxır. Bəli, bu doğrudur. Bunu çıxdıq. Fəxrəddinin maarifçi arzularını dəstəkləyir. Bu Şahmar bəyə aid idi. Biri 2-dir. Mülkədar oğludur. Bəli, ikisi də mülkədar oğludur. Qan davasının acısını yaşayır. Qurbanına çevrilir. Bəli, bu da doğrudur. Ortaq cəhətdə hər ikisinə. Biz səhvləri götürməliydik.
Deməli, nadanlıq mühitinin qurbanına çevrilir. Şahmar bəy yox, Mahmud bəy çevrilir. Valideynlə həmfikirdir. Bəli, doğrudur. Şahmar bəy valideynlə həmfikir idi. Deməli, 2-5 E variantı. Səsli qız əsəri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı götürəcək. Aylarla davam edən mühasirə ölkənin işğal olmasıyla nəticələnir. Bəli, bu doğrudur. Ölkənin müqavimət göstərmədən təslim olması müəllifin təəssüfünə səbəb olur. Bu yanlışdır. Müqavimət göstərirdilər. Ölkə sakinlərinin ölənlər üçün yaxşı saxlamaması Saranı hiddətləndirir. Bu da yanlışdır. Məğlub şahın göstərişinə ölkə sakinləri qalib hökmdarın gəlişini bayram kimi qeyd edirlər. Burada məğlub şah yox, qalib şah yazılmalıydı. Ona görə 4 səhvdir. Qalib hökmdar məğlub şahın var-dövlətindən alası da onu öldürmür. Bəli, düzdür. Bunu çıxırıq. Zara nişanlısı Arqunun vəsiyyətinə əməl edərək qalib şah zəhərləri öldürür. Ümumiyyətlə vəsiyyət eləməmişdi. Biri də 6-dır. 1, 4, 6 B variantı olacaq cavabımız. Qafqaz müsəlmanlarına xitab şeiri ilə bağlı yanlış fikirdir. Məktub müraciət şəklində yazılmışdır. Düzdür. Mədəni geriliyin səbəbini savadsızlıq, elmsizlik olduğunu vurğulayır. Düzdür. Elmi təhsilin vacibliyi vurğulanır. Düzdür. Şairin maarifçilik görüşlərini əks etdirir. Düzdür. Şəriət məhkəmələrinə başçılıq edən qazılar satira hədəfdir. Ümumiyyətlə, nə Cüşqıl, nə Qafqaz müsəlmanlarına xitab satira deyildi. Ona görə cavabımız olur E. Daha sonra Cəlil Məmmədquluzadənin Anamın kitabı əsərindəki obrazlarla bağlı yanlış fikirləri müəyyən edin. Rüstəm bəy və Mirzə Məhəmməd Əli yanlışı seçəcəyik. Onun nitqi ilə qardaşlarının hansı şəhərdə təhsil aldıqları haqqında məlumat verilir. Bəli, düzdür. Zəhrabəyimi incitdiyi üçün ondan üzr istəri bağışlanmasını xahiş edir. Bu ortaq cəhət olmalıydı. Biri 2-dir. Zəhrabəyimi yalvarışları onu qardaşlarla mehriban olmağa sövq edə bilmir. Bəli. Kitablarını toplayaraq evdən getmək fikrinə düşür. Mirzə Məhəmməd Əli doğrudur. Cəmiyyəti xeyriyyənin iclasında il hesabının təsdiqi məsələsi ilə bağlı çıxışını iclasdaşlar anlamırlar. Bu səhvdir. Cavabımız olur 2, 5 A variantı. Daha sonra Molla Pənah Vaqifin hayıfdır, yoxdur. Hayıf ki, yoxdur şeiri haqqında yanlış fikir müəyyən edəcəyik. İbrahim xana Kür qırağından ayrılmamaq məsləhət görülür. Elə cavabımız burada adı. Digər variantlarımız doğrudur. 42-ci sual. Mirzə Əkbər Sabirin Əkinçi əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Mülkədar əkinçinin borcunu ödəyə bilməməsi ilə bağlı gətirdiyi səbəblər bəhanə hesab edilir. Bəli, bəhanə hesab edilirdi. Məzlum vəziyyətdə olan kəndlinin nitqində özünü ifadə edə bilməməsi mülkədarın hiddətinə səbəb olur. Ümumiyyətlə, kəndlinin nitqi olmur. Bu səhvdir. Kəndlinin məhrumiyyətlə dolu yaşayışı ilə mülkədarın naz-nemət içində olması qarşılaşdırılır. Deməli, bu doğrudur. Bəli, qarşılaşdırılırdı. Mülkədar kəndliyə alçaldıcı münasibət bəstəsi də bəzən onu anladığını da etiraf edir. Bəli, düzdür. Kəndli uzun illər mülkədar tərəfindən istismar olunmasına nəhayət etiraz edir. Xeyr, bu səhvdir. Deməli, 1, 3, 4 olacaq cavab E. Hansı rəqəmlərin yeri dəyişilsə, Aldanmış Kəvakib əsərində verilən hadisələrin ardıcılığı bərpa olunur. Yusuf Şah hakimiyyətə gəlməyinin səbəbini Xacə Mübarəkdən öyrənir. Saray adamları Yusuf Şahı sarayla tanış etməyə başlayırlar. Yusuf Şah Əsəd bəyə bir sıra saray xadimlərinin zindana salınması ilə bağlı tapşırıq verir. Bunlar 2 ilə 3-ün yeri dəyişilməlidir. Cavab olurdu. Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasındakı cədvəldəki uyğun fikirləri müəyyən edin. Yəni doğruları götürəcək. Yəni daha doğrusu cədvəldə lazım onlar. Buradan doğru fikirləri, buradan da yanlış fikirləri götürəcəyik. Əsərdə həyata baxış, davranış və əməlləri ilə bir-birinə fərqlənən obrazlar yaradılmışdır. Bəli, doğrudur. Məcnun atanası övladlarının məhəbbətini anlasalar da, qəbilə adətləri qarşısında acizlər xeyli anlamırdılar. 2 səhvdir. Leylinin atası cəmiyyətin davranış normalarına üsyan edən gəncin elçilərini qəbul etməkdən imtina edir. Bu da səhvdir, imtina eləmirdi. Buradan biri götürəcək sadəcə. Forma xüsusiyyətləri ilə bağlı yanlış fikirlər sujetli poema nümunəsidir. Bu doğrudur. Geniş epik təsvirlərə yer verildiyi halda lirik ünsürlərdən xeyli istifadə edilmişdi. Çünki Məcnunun söylədiyi qəzəllər var idi. Bütün hadisələrin təsvirindən nəsrdən də istifadə edilmişdi. Bu da səhvdir. Deməli 1, 5, 6 cavab olur A. Hansı nümunələrdə təşbih işlənmişdir? Məcnun kimi olur A. Məcnun kimi viranilər küncündə sərgardan Səhra-i Qələndər mənəm. Məcnun kimi biri birdir. Yenə qılıncını çəkdi üstümə. Qurbanı olduğum o alacaqlar burada yoxdur.
Qul Ələsgər işin müşkül yoxdur. Özün bir tüləş tərlansan, niyə uydun sarı ceyran? Özün bir tüləş tərlansan, bəli, tərlana bənzədir. Biri 4-dür. Xalların dürdür, gövhərdir. Sarrafiyan tanıram mən. Dürdür, gövhərdir. Burada da 5-dir. Deməli 1, 4, 5 cavab olur A. Daha sonra 46-cı sual. Şəsma xətanın yaradıcılığı ilə bağlı uyğunluğu müəyyən edəcək. Dəhnamə bir də nəsihətnamə. Kainatda olanların hamısını Allah yaratmışdır və bütün bunlar ona məxsusdur. Bu nəsihətnamədir. Səmənləri axıra qədər dözümlü olmağa çağırır. Bura dəhnamədir. İnsanlara, xüsusən gənclərə, yaşlara hörmət etmək, könül yıxmamaq, xalqına sədaqətli olmaq bu nəsihətnamədir. Əsərdə tərənnüm olunan eşqi birmənalı qiymətləndirmək mümkün deyil. Deməli, bu olacaqdır dəhnamədir. Bura. Məhəbbət və dövləti idarə etmə məsələləri vəhdətdə verilir. Bu ümumiyyətcə heç birinə aid deyil. 1B-dir, 2A-C. Olur D variantı. Sonra 47-ci sual. Dədə Qorqud dastanındakı boylarla bağlı uyğunluğu müəyyən edin. Salur Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, Salur Qazanın evinin yağmalandığı boy. Düşmən ovda olan Qazan bəy gizlicə ələ keçirməyə çalışır. Bu heç birinə aid deyil. Yəni ələ keçirməyə çalışmırdı. Ekspozisiyada Qazan bəyin məşvərət məclisi deyildi, kef məclisi idi. Uruz 300 igidlə Qazan bəyin evinin keşiyində durur. Deməli, bu aid olacaqdır ikinciyə. Ata-övlad münasibətlərinə daha çox geniş yer verilən birincidir. Bu boyda olur. Burla Xatun Qazan bəyin ardınca yola düşür. O da birinciyə aiddir. 1-də D ilə E, 2-yə C. Cavab olurdu. Xurşudbanın Atama pyesi ilə bağlı səhv fikri müəyyən edin. Xurşudbanlı Hidayət xanın tədbirlərinə baxmayaraq Seyid Hüseyni ərə gedir. Bu doğrudur. Əsərdə Xurşudbanın Atama məclis ünsüzlə bağlı fəaliyyətində geniş yer verilib. Bu da doğrudur. Zahir bəy qala rəisində Xurşudbanını həbs etməyə məsləhət görür. Cavabımız elə budur. Digər variantlarımız doğrudur. İsmail Şıxlının Namərd gülləsi hekayəsində qaldırılmış problem nədir? Burada qaldırılmış problem xeyirxahlıq edən insanın namərdliklə üzləşməsi idi. Cavabımız elə olacaqdır E. Hüseyn Cavidin ana əsərinə verilən nümunə ilə bağlı səhv fikirləri müəyyən edin. Demək ki, Qampoltdan bir xəbər var. Əvət, yarın şübhəsiz gəlir çıxar. Bu deməli İsmətin sözüdür. Zərər yox, onu mən sağ qoysam əgər, dünyada yox bəndən alçaq bir nəfər, bir ay pusmaq lazım gəlsə açsız, bəkləyərəm onu rahatsız, uykusuz. Bu da deməli birinci İsmətin idi, ikinci Orxanın sözüydü. Orxanın sözüydü. Bax, bu isə Orxanın sözüdür. Orxanın qanlı niyyətli olduğunu göstərən parçadır. Bəli, doğrudur. Bizdən səhv fikirləri soruşur. Ona görə biri götürməyəcəyik. Səlimin Qanpoladın gəlişi ilə bağlı Səlimadan müjdə alma səhnəsinə aiddir. Xeyr. Biri 2-dir. Orxanınla İzzətin Qanpoladı öldürmək üçün gözlədiyi vaxt olan diyaloqdur. Biri 3-dür. Səlimin İsmətdəki xəncərlə bağlı bacısı ilə olan söhbətinə aiddir. Xeyr, bu da aid deyil. Deyilən sözlər obrazın inatkarlığını aydın ifadə edir. Bəli, doğrudur. 2, 3, 4 cavab olur. C variantı. Sonra 51-ci sual. Deməli, hansı bənddə verilən əsərlərin sırası aşağıda təqdim edilən dövr ardıcılığına uyğundur? Orta əsrlər, maarifçi realizm, tənqidi realizm və romantizm dövrü. İskəndərnamə qədim dövrdür, bunu götürmür. Dastan Əhməd Hərami, bəli, orta dövrlərə aid. Rəşid bəy Bəsədət xanım maarifçi realizmdir. Ölülərdə tənqidi realizm və romantizm götürə bilər. Elə cavabımız olacaq B. Nağıl qəhrəmanları ilə bağlı ortaq fikirləri müəyyən edin. Ortaq olan xüsusiyyətlərini götürəcəyik. Əhməd, bir də ağıl uşaq, dərzi şagird Əhməd. Fərasətli və iradəlidir, bəli, hər ikisinə aiddir. Almaların sirrini açır, bəli, hər ikisinə aiddir. Zindana salınmış qocaları bəladan qutarıb ağıllı uşağa aiddir. Bunu götürmürük. Çətinliyi dəf etmək üçün müdrik insana məsləhət alır. Bu da aid deyil. Ortaq hökmdarın qarşısına şərt qoyur. Bu hər ikisinə aiddir. İşgəncələri dözərək məqsədinə aid olur. Bu dərzi şagird Əhmədə aiddir. Cavab olur 1, 2, 5, B variantı. Nizami Gəncəvinin İskəndərnamə əsərinə əsasən yanlış fikirləri götürəcəyik burada da. Deməli, Daranın iki sərdarı İskəndərin hüzuruna gələrək qızıl müqabilində Daranı öldürməyi təklif edir. Bu doğrudur. Bunu çıxırıq. İskəndər Kəyanlardan atasının qisasını almaq üçün Daranın ordusu ilə döyüşür. Bu səhvdir. 1-2-dir. Dara Misirlərə qalib gələn İskəndərdən intiqam almaq üçün onun üzərinə qoşun çəkir. Xeyr, bu da səhvdir. Vergiyə görə idi da, yəni o. Dara ilə İskəndərin ordusu qarşılaşanda heç bir tərəf sülh haqqında düşünmür, sona qədər mübarizə aparmaq istəyir. İskəndər əslində sülh haqqında düşünürdü, bu səhvdir. İskəndər Kəyan taxtına hörmət göstərmə məsləhət görülür, bu da səhvdir. Cavab olur 2, 3, 4. Oqtay ilə Oğlu əsərindəki Firəngiz obrazı ilə bağlı doğru
uyğun fikirləri götürəcək. Doğrudan doğrunu, yanlışdan yanlışı. Azərbaycan teatrında aktris olaraq çalışmaq deməli arzusunu qardaşı ilə bölüşür. Xeyr, bölüşmürdü Firəngiz. Aslan bəyin Oqtay sürgün etdirmək təhdidini nəzərə almır. Bu da səhvdir. Üçüncü, səhnəyə çıxarsa haqqında böhtanlar yayılaraq adının ləkələnməsinin ehtiyat etdiyi an olur. Bu doğrudur. Səhnəyə qayıtmış Oqtayın uğursuzluğa düçar olmasına çalışanların niyyətlərini əvvəlcə Xaspoladdan öyrənir. Bu yanlışdır. Biri bunu götürəcək. Səhnəyə çıxmağa qərar verərkən geri dönməyin mümkünsüz olduğunu anlayır. Doğrudur. Bir müddət Sevirə yardım etmiş. Doğrudur. Deməli, doğrudan doğrunu götürəcək 3. Yanlışdan yanlışı götürəcək 4. 3, 4-dür. Daha sonra Məmməd Arazın Əsgər məktubu əsərinə əsasən deməli, yanlış fikirləri müəyyən edin. Yanlışı götürəcək. Sərhəddə vətən torpağını qoruyan əsgər oğullardan bəhs edilir. Sərhəddə vətən torpağını qoruyan əsgər oğullardan bəhs edilir, bəli. Torpaqlarımızın etibarlı müdafiəçilərinin zahiri portreti bütün incəlikləri və cizgilərlə yaradılmışdır. Bu da doğrudur. Bu doğrudur, amma bir dəqiqə, birinci sərhədlərdə vətən torpağını qoruyan əsgər oğullarından bəhs edilir. Bir doğrudur, 2 yanlışdır, 2 səhvdir. Zahiri portretindən söhbət getmir. Gənc əsgərin monist duyğuları, hiss və düşüncələri, misraları bu ola bilər. Əsərdə insan mənəviyyatı, onun həyatda mövqeyi, məqsədi ilə bağlı suallara cavab axtarılır. Bu səhvdir, 4. Ana torpaq vətən qeyrətli babaların yeni nəsilləri qoyub getdiyi ən dəyərli müqəddəs əmanət hesab olunur. Belə bir şey yox idi, yəni. Belə bir şey yoxdur əsgər məktubunda. İnsanın vətən qarşısındakı borcu, övladın valideyn qarşısındakı borcu ilə müqayisə edilir. Belə bir şey də yox idi. Cavab olur, deməli, 2, 4, 5, 6. Epik növü janrında yazılmış, eyni janrında yazılmış əsərlər müəyyən edilir. Qarı dağı hekayədir. Ayrılan yollar romandır. Vətən yerləri hekayədir. Firuzə hekayədir. Kamança pyesdir. Deməli, 1, 3, 4 olacaq cavab. 1, 3, 4. Hasan Paşa ilə Bolu bəy uyğunluğunu seçəcək burada da. Xodkarın təşkil etdiyi məclisdə iştirak edir. Bu Hasan Paşaya aiddir. İstərdi ki, hamıdan əvvəl Koroğlunun üzərinə qoşun çəkib, işi tək başına görsün. Bu Bolu bəydir. Koroğlunu ələ keçirmək istəyirdi. Bu hər ikisinə aiddir. Çənli belə Ərzincanla hücum edir Bolu bəy. Koroğlunun üzərinə üç tərəfdən qoşun çəkib onu ələ keçirməyə çalışır Hasan Paşa.